Səfəvilər dövlətinin, yəni Səfəvilər hakimiyyətinin ilk diplomatik əlaqələr saxlamaq istədiyi dövlətlər hansılar olmuşdur? Onu deyim ki, Səfəvilərlə ilk diplomatik əlaqələr qurmaq istəyən dövlət Venesiya olmuşdur. Belə ki, 1499-1502-ci illərdə Venesiya Osmanlı müharibəsi ilə əlaqədar olaraq hələ İsmailin Ərzincan səfəri zamanı, yəni 1499 təxminən 1500-cü illərdə Venesiyanın elçisi Konstantino Laskari Səfəvi sarayında olmuşdur. O Ərzincan səfərini eyni zamanda Səfəvilərin Şirvan səfərini də müşahidə eləmişdi və 1502-ci ildə Venesiyaya geniş bir məruzə ilə çıxış eləmişdi. Venesiyanın məqsədi həmin müharibədə Səfəvilərin Osmanlılara qarşı müharibəyə təhrik etmək və eyni zamanda müəyyən köməklər vasitəsilə Səfəviləri öz tərəflərinə çəkmək idi. Konstantino Laskari Səfəvi şahı İsmail ilə danışıqlarda ona artilleriya, ordulu silah və hətta gəmilər belə vəd eləmişdi. Onların planına görə Səfəvilər Osmanlı ərazisindən Aralıq dənizinə çıxmalı və Osmanlıların başını müharibədə qatmalı idilər. Lakin Şah İsmail öz arxasındakı proseslərdən hələ tam əmin olmadığına görə bu məsələyə getmədi. Baxmayaraq ki, Konstantino Laskarini çox gözəl qarşılamışdı. İkinci belə bir dövlət Misir Məmlük dövləti idi. 1501-ci ildə Şah İsmailin elçisi Mustafa bəy Misir Məmlük dövlətinə getmişdi. Karamanlı Mustafa bəy və onları Şah İsmailin tərəfindən keçməyə çalışmışdı. Lakin şiəliyin Anadoluda atmasından narahat olan Məmlük dövləti buna getmədi. Hətta Mustafa bəyin öldürülməsinə də rəvac verdilər.